Azərbaycanımızın nəhəng lideri İlham Əliyev cənablarını eşq olsun cənab prezidentimizə ki, fikir verdiniz əziz xalqım. Amerikanın prezidenti Donald Trump Azərbaycan prezidentlərini yüksək səviyyədə onu qarşıladı Amerikada. Ona xaçar təqdim elədi, ona medalyonlar, qızıl medalyonlar təqdim elədi. Ona cənab prezidentimizə gözəl söz işlətdi Amerikanın Donald Trump prezidenti. Dedi, siz güclü lidersiniz. Budur nəhəng liderimiz İlham Əliyev cənabları. Azərbaycanımızın döyünən ürəyi, Azərbaycanımızın tarixi. Bir nömrəli nəhəng lider bütün dünyanın prezidentlərini şoka saldı ya ki, hamısı gözlüdü görəsən Amerikan prezidenti nə deyəcək? Gördünüz, Amerikan prezidenti necə Azərbaycan prezidentinə yüksək səviyyədə sayğı, məhəbbət, necə qarşıladı cənab prezidentimizi. Gördünüz, yüksək səviyyədə bütün dünyanın prezidentləri hamısı gözü oradaydı ya, Amerikadaydı ki, görəsən necə olacaq bu çıxış. Gördünüz, necə yüksək səviyyədə cənab prezidentimiz İlham Əliyev cənablarına yüksək səviyyədə qarşılandı və orada yüksək səviyyədə dedi ki, Amerikanın prezidenti ki, siz güclü lidersiniz, nəhəng lidersiniz. Hörmətli cənab prezidentimiz İlham Əliyev. Amerikanın prezidenti dedi ya cənab prezidentimizə, siz güclü lidersiniz dedi. Budur siyaset, gördünüz, orada Ermənistanın baş naziri nə vəziyyətdə qaldı. Gördünüz, kimi yüksək səviyyədə qarşıladı Donald Trump. Bizim prezidentimizi qarşıladı. Nəhəng liderimiz İlham Əliyev cənabları, Azərbaycanımızın döyünən ürəyi, Azərbaycanımızın tarixi. Azərbaycan nəfəs alır cənab prezidentimizlə, nəhəng lider. Mənim buradan o 3 milyonluq TikTok səhifəmi vurdular. Hələ bildilər ki, Rəşad Əliyev qurtardı. Xeyr, Rəşad Əliyev YouTube'da gedir bu dəqiqə. YouTube'da gedir, Rəşad Əliyev yazın, Rəşad Əliyevin videoları YouTube'da gedir. Vura bilirsiniz, YouTube'u vurun, vura bilmirsiniz. Yine də TikTok səhifə açılacaq, yine də o 3 milyonu yığacağım. Heç narahat olmayın. O kimlər ki var Azərbaycanda, o blogerlər ki var, xarici ölkədə oturan blogerlər var. Mənim səhifəmi vurdular 3 milyonluq TikTok səhifəmi. Amma narahat olmayın. YouTube'umu vura bilirsiniz, vurun YouTube'u. Gözən YouTube'da atmışam. YouTube'da Rəşad Əliyev yazın, canlı çıxışlarım gedir. 200 dənə canlı çıxışım gedir. Nəhəng prezidentin yanındayıq, biz öz yolumuzdayıq, nəhəng liderin yanındayıq. Rəşad Əliyev bütün dünyanın sarsıdan Rəşad Əliyevdir ya, nəhəng liderin yanındayıq biz yumruq kimi. Öldü var, döndü yoxdur. Cənab prezidentin yolunda başımı qoyaram ayağının qoyduğu yerə. Ölərəm, cənab prezidentimdən dönmərəm. Bu bütün videolar bu gündən başlayır davam eləməyə, çıxışlar yüksək səviyyədə. Eşq olsun cənab prezidentimizə ki, Azərbaycanı yüksək səviyyədə zirvələrə qaldırır. Sağ olsun İlham Əliyev cənabları. Fəxr edirəm cənab prezidentimlə, qürur duyuram. 20 ildir cənab prezidentimi dəstəkləmişəm və dəstəkləyəcəm də. Eşq olsun cənab prezidentimizə, nəhəng liderimizə ki, Amerikada Azərbaycan prezidentini yüksək səviyyədə təmsil elədilər. Yüksək səviyyədə Azərbaycan prezidentini qarşıladı. Ermənistanın baş naziri rəzzil günə qaldı, rəzzil günə qoydu. Gördünüz orada necə cənab prezidentimizi qarşıladı. Donald Trump ona hədiyyə elədi, qızıl xaçar, medalyonlar təqdim elədi və ona dedi ki, hörmətli lider İlham Əliyev cənabları, siz güclü lidersiniz. Bu biz nə deməkdir? Bunu hər prezidentə demirlər. Bütün dünyanın prezidentləri şok vəziyyətdə qaldı ki, Amerikanın prezidenti necə Azərbaycan prezidentinə yüksək səviyyədə sayğı, məhəbbət bəslədi. Bu biz nə deməkdir? Bu bütün dünyanın prezidentləri şoka saldı. Şoka saldı Amerikanın prezidenti Donald Trump, bütün dünyanın prezidentləri şoka saldı. Hamısının prezidentlərin gözləri oradaydı ki, yəni ki, görürsən Donald Trump'la cənab prezidentimiz, hörmətli İlham Əliyev cənabları necə olacaq söhbət? Gördünüz, bizim xeyrimizə oldu. Gördünüz o Naxçıvanla Bakı dəhlizini necə açdı cənab prezidentimiz. Gördünüz, bax siyasətçi belə olar, belə liderimiz var, bizim güclü liderimiz var, İlham Əliyev cənabları. Eşq olsun cənab prezidentimizə ki, bu cür Azərbaycan xalqını zirvələrə qaldırır. Azərbaycanımızın döyünən ürəyi, Azərbaycanımızın tarixi, şanımızdır, şöhrətimizdir, qürurumuzdur. Damardan axan qanımızdır, canımızdır cənab prezidentimiz. Eşq olsun cənab prezidentə. Qarabağ Azərbaycandır.